Salam əziz abituriyentlər. Bu günləri biz Xürrəmlər Hərəkatının video izahına birlikdə baxacağıq. Deməli, xalq hərəkatı o dövrdə baş vermişdi ki, yəni ümumiyyətlə xalq hərəkatı 8-ci əsrdən baş verir. Əsasən də Abbasilər, Əməvilər, Abbasilərə qarşı baş verilmişdi ki, səbəbləri nə idi? Əlbəttə ki, səbəbləri vergilərin ağırlığı idi, ərəblərin buraya köçürülməsi idi, məmur özbaşınalıqları idi, yerli məmurların vəzifədən kənarlaşdırılması ərəblərə qarşı xalq hərəkatlarının baş verməsinə səbəb olmuşdu və Qəssab Müsafir üsyanından danışacağıq ki, ilk olaraq 8-ci əsrin ortalarında baş vermişdi, Beyləqanda baş verib, Əməvilərin dövründə başlayıb, Abbasilərin dövründə başa çatmışdı. Xürrəmlər hərəkatı isə 778-838-ci illəri əhatə edir. Xürrəmlər hərəkatın Əl-Müxəmməri adlandırırdılar ki, yəni qırmızı geyinənlər adlandırırdılar. Məzdəkilərin davamçıları idi, yəni bunlar da ədalətli cəmiyyət qurmaq istəyirdi. Amma məzdəkilərdən fərqli olaraq bunlar işğalçıları ölkədən qovmaq istəyirdilər. Mərkəzi isə Bəz qalası idi ki, Cənubi Azərbaycanda yerləşirdi. İlk başçıları Cavidan və Əbu İmran idi. Cavidanla Əbu İmranın dövründə 778-808-ci illərdə üsyanlar olmuşdu. Babək isə Xürrəmlərə başçılıq etməyə başlayıb 816-cı ildən 839-cu ilə qədər. 819-da ərəblərin ilk nizami ordusunu məğlub etmişdilər. Bu da xəlifə Əl-Məmnun dövründən düşmüşdür. 9-cu əsrin 20-ci illərində, deməli Beyləqan, Aran, Südik və Arsağı azad etmişdi Xürrəmlər. 829-da isə 1-ci Həştadsər döyüşündə Xürrəmlər qalib gəlir, ərəblər məğlub olur. Burada ərəblər bəzi tutmaq istəsə də nail ola bilmirlər. 830-da 1-ci Həmədan döyüşündə Xürrəmlər qalib gəlir və Həmədanı azad edirlər, ərəblər məğlub olur. 833-də 2-ci Həmədan döyüşündə Xürrəmlər ilk dəfə məğlub olur, ərəblər qalib gəlir və xəlifə Möhtəsimin dövrünə düşür ki, bu Bizansla sülh bağlayır və bütün qüvvələrini Xürrəmlərə qarşı yönəldir. 835-də ərəblər Afşini ərəb ordusunun başçısı təyin edirlər və Afşin gələndən sonra mərkəzi Bərzənd olur. Bərzəndlə Bəz qalasına qədər olan yolları bərpa etdirir. Daha sonra Babəkin yaxın dostlarını öldürdürür. Və 836-cı ildə 2-ci Həştadsər döyüşündə ərəblər məğlub olur, Xürrəmlər qalib gəlir. 837-də Bəz döyüşündə ərəblər Xürrəmləri məğlub edir və döyüşdən əvvəl Afşin Babəkə sülh təklif edir ki, gəl birlikdə Bizansa qarşı döyüşə, amma Babək bunu xəyanət olaraq qəbul etdiyinə görə döyüşə girir, məğlub olur və Arana keçmək istəsə də Bizansla birləşib döyüş davam etdirmək istəsə də Səhl ibn Summat tərəfindən ələ keçirilir və ərəblərə təhvil verilir. 838-də Babək Samirə şəhərində edam olunur və üsyanın məğlub olmasının səbəbi əyanların xəyanəti idi. Sonra Türk sərkərdəsinin, yəni Afşin kimi Türk sərkərdəsinin ərəblərə ordu başçısı olması, qüvvələr nisbəti, yəni ərəblərin Xürrəmlərdən daha çox olması. Nəticədə nə olur? Ərəb xilafəti parçalanır, müstəqil dövlətlər yaranır və digər ərazilərdə də üsyanların baş verməsinə səbəb olur. Belə, Xürrəmlərlə bağlı əsas məqamları sizlərə qeyd etdim.